Gənclər bizim gələcəyimizdir, gəncləri qabağa vermək lazımdır. Heç vaxt belə axmaq fikir olmayıb. Gəncləri qabağa vermək lazımdır. Gənci qabağa vermək macəraçılıqdır. Bəli, Avantürizmdir. bəli. Yəni cəmiyyətin həmişə müdriklərini, ağsaqqallarını qabağa verərdilər bir iş olanda. Gəldik elə bir dövrə çıxdıq ki, daha ağsaqqalda ehtiyac yoxdur. O elə bilikdə ehtiyac yoxdur mesajı idi Bəli. bizim həyatımızda. Ona görə də o qədim biliklərdən biz imtina elədik, ağsaqqallıqdan imtina eləməklə. İndi fikir verirsiniz, adamlar heç qocalmaq belə istəmir. Bəli, Qocalıq ayıb bir şey oldu. bəli. İnsanlar üzlərindəki qırışları gizlədirlər. Ağ saçlarını Bəli. gizlədirlər, rəngləyirlər. Qocalıq utanmağa başladı. Çünki biz gəncləri qabağa verək, gənclər belə dedik, repressiya elədik qocalığı. Gömdük onları qocalar evinə. Bütün dünya üzrə bu dəqiqə ən sürətlə artan müəssisə qocalar evləridir. Ən sürətlə artır. Hamısı da deyir ki, başqa çıxış yolu yoxdur. Bu həyat bunu tələb edir. Çünki siz belə bir dünya yaratdınız. Nəsillər arası əlaqəni qopartdınız. İnsanın təbiətlə əlaqəsini qopartdınız və ən əsası insanın Allahla əlaqəsini qopartdınız. Ayrı-ayrı getdiniz. Birləşdirilmək lazım olduğu şeyləri ayırmağa başladınız. Ona görə belə bir həyat olacaqdı da.